Herkese salamlayıram. Bugünkü vlogun çəkilişinə ofisdən başlayacağım. Bugün ofisdə hazırlaşıb çıxıram və maraqlı bir yerləri çəkib paylaşacağım. Çox maraqlı bir yerdə bizim ofisimiz açılıb. Qusar rayonunun Həzrə kəndində. Artıq yavaş-yavaş yola düşəcəm. Hər zamanki kimi seçilən gül mağazalarından biri olan Şahin Gül dükkanından güllərimi götürdüm və yavaş-yavaş yola düşmüşük. Həzrə kəndi biraz bizə uzaq olduğuna görə bugün ötə bu ödənişli yolla gedəcəm. Çox maraqlıdır, çox sakitdir. Yavaş-yavaş gəldik, Zeyxor kəndinə çatdıq. Ödənişli yoldan heç necə gəldim, çatdım, özüm də bilmədim. Ən çox bu yolda qorxduğum yol bax bu yoldur. Mən bura rahat maşın sürə bilərəm, amma buradan qorxuram. Çox qorxuram buradan. Mənzərə düzdür, çox qəşəngdir, amma həm də o qədər də risklidir. Qeyd etmək istəyirəm ki, mən özüm əslən Qusarlıyam. Qusarın Gican kəndində doğulmuşam. Bu, yəni ki, hal-hazırda getdiyimiz yerlər mənim üçün çox doğmadır. Mən özüm ailə həyatı qurub Xaçmaz rayonu Yalma kəndində olmuşam və Fabili şirkəti sayəsində Xaçmazdan mənzil alıb ora keçmişəm. Ana yurdumu çox sevirəm, nə olur olsun. Yəni bu hal-hazırda getdiyim yerlərə heç yeri dəyişmərəm. Görürsünüz mənzərə nə qədər gözəldir. Artıq Həzrə kəndindəyik. Burada görək bizim əslində məntəqəmiz bu kəndin mərkəzində olmalıdır. İndi tam olaraq dəqiqləşdirəcəm, mərkəzə yaxınlaşır. Məncə buradan görünür, orada bir yeni yer var. Məncə ora olmalıdır. Yavaş-yavaş yaxınlaşacağım ora. Aha, dəqiq buradır. Kızlar artık burada da yaşadılar. Xeyirli uğurlu olsun inşallah. Ağastan uğurlar arzulayıram. Çok sağ ol canım. Teşekkür ederim hamıza. Çok qəşəng yerde açmışsan. Maşallah olsun. Çok güzeldi. Yeni ofisimiz xeyirli uğurlu olsun. İnşallah ki düşərli olsun. Bol bol şanslar arzulayıram. Hadi hamur.